Məni qanunsuz işimdən azad ediblər. An içirəm Allaha yalan danışır. 2 tane harbici obyektin içinde elbahar dalaştı neyniyim? Sən özün adamla Bax, danışdın, sənə- mən iş başında Hayır, mən bax. çıxsın çölə. Bir dəqiqə. Sən dedin özün get, məni göndərdin, adam da məni Qardaş. vurdu. Vətəndaş iddia edir ki, uzun müddət çalışdığım paytaxtdakı məşhur restoranlardan birindən qanunsuz olaraq işdən çıxarılmışam və mənə dəyən maddi və mənəvi ziyana görə təzminat tələb edirəm. Mən 2011-ci ildən Böyükfrad Restoranlar şəbəkəsində əmək fəaliyyətimə başlamışam. 2013-cü ildə isə mən köçürülmüşəm burada Elmlər Akademiyası metro stansiyasının çıxışında yerləşən Böyükfrad Restoranına. Minimum əmək haqqı ilə götürüblər məni işə. Qeyri-qanuni olaraq 12 saatdan əmək istismar ediblər. Mənə məzuniyyət, heç bir məzuniyyət haqqı verilməyib və məni qanunsuz işimdən azad ediblər. Mənim bugünkü hissəyim mənə dəymiş 8640 manat ödənilsin. Mənim istifadə olmamış məzuniyyətlərim verilsin və mənə qanunsuz, səbəbsiz 70C maddəsi qoyulub. 70C maddəsinə görə də onlar mənə 14500 manat iş etibarımı zədələdiyinə görə təzminat ödəməlidirlər. İrfan bəy, işdən niyə çıxarıldı bu Ülvi bəy? 2 tane harbici obyektin içinde elbahar dalaştı neyniyim? Birbirlerine zıpladılar biz tuttuk. Afsant geldi dedi ki abi dedi cebir stolu dedi Ulvi ile dalaşırlar. Gittim stola dedim kardeş ne olup? Dedi kardeş döneri getirip kabağımıza tullayıp andolsun Allah'a dedi döneri stola fırladım. Dedi size bizim borcumuz var dönerimizin pulunu vermirik. Mən elə şey Dedim deməmişəm, kardeş mən elə şey sözün deməmişəm. istəyirəm. Mənə söyledi, təkrar elədi, mən gəldim sənə dedim ki, adam məni çağırır çölə, çıx denən ki, qardaş bunun şefi mənəm, administrator mənəm, bu sənə nə qəbahət edib? Sən dedin, canın çıxsın, ged özün cavab ver, qorxursan səni döyərlər, ağzını qırarlar. An içirəm Allaha yalan danışır. Kardeş diyor ki gündelik bende pul tutuplar Bəli, 3 manat sən tutursan. sosyal müdafiəyə yatırmalı. Bəli, bəli. Birincisi ben o obyektin administratörü olmuşam. Bu kardeş benim afsantım olup. Güne bu adam 30 manat, 40 manat, 50 manat, 60 manat çaybu yığanda standart adama 3 manat bana administratör pulu verirler. Administrator olaraq o 3 manatı yığmalı deyilsən də, sən nə görə gəlib əməkçinin 12 saat işləyən əməkçinin pulunu alasan? 8 saat işləməli idik, düzdür, amma 12 saat işlədirdin. Pul işlemeyen de vermirdi. Vermirdi kardeş and içirəm Allah'a vermirdi. Araşdırmaq lazımdır ki, vətəndaş həmin iş yerində əmək müqaviləsini işləyib yoxsa yox. Əgər əmək müqaviləsi ilə işləməyibdirsə, belə olan halda hüquqi şəxsləri 25 min manata qədər inzibati cərimə gözləyir. İşə götürənin iddia etdiyi kimi, əgər işçi əmək müqaviləsini işləyibdirsə, müştərilərlə arasında olan narazılıq, davadalaş, hüquqi şəxsin, şirkətin nüfuzuna xələl gətirən hərəkətlər edibsə, işdən çıxartmağı ilə bağlı təlimatları doğru yerinə yetirib, intizam qaydasında işdən azad edə bilər. Amma baxmaq lazımdır ki, həqiqətən də bu prosedurlara əməl olunub, olunmayıb. Əgər prosedurlara əməl olunmayıbsa, işçi belə olan halda mənfiyyət işləyinə şikayət edə bilər, məhkəməyə şikayət edə bilər və işə bərpasını tələb edə bilər. Və yaxud da ixtisarla çıxarılma məsələsi varsa, belə olan halda isə işçinin kompensasiyası mütləq qaydada verilməlidir. Münasibətlərə aydınlıq gətirmək üçün vətəndaş və işə götürən hüquq mühafizə orqanlarına eyni zamanda məhkəməyə şikayət edə bilərlər.